Xüsusən də öz qızınıza bir gül alın, hədiyyələr edin. Yaşı o dolduqda o sevgiyə o möhtac olmasın. Salam əzizləyicilər, bu videoda sizlərə ailə haqqında, valideynlik haqqında, valideynlik o duyğusunun nə olması haqqında söhbətlər müzakirə eləmək istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim olacaq ki, əgər videolarımı izləyirsinizsə və bəyənirsinizsə, videolara bəyənməyi və kanala abunə olmağı unutmayın. Kanala abunə olun ki, o kanalımız daha çox irəliləsin və daha çox o şəxsə motivasiya olmaq şansı əldə edək. Demək mövzumuz o valideynlik haqqındadır. Yəni ki, ailədə uşaqlara və valideynlərin o bir-birinə qarşı münasibətləri haqqındadır. Birinci onu bildirmək istəyirəm ki, əgər övladlarınıza, uşaqlarınıza o düzgün bir tərbiyə vermək istəyirsinizsə, onların düzgün bir xarakterli insanlar olmasını istəyirsinizsə, ilk öncə ailə daxilində valideynə, yəni ana, ata bir-birinə qarşı diqqətli, hörmətli olmalı. Əgər valideynlər bir-birinə qarşı hörmət eləmirlərsə, həmin övlad da birinci gələcəkdə bu uşağı özünə hörmət eləməyə bilər. Yəni öz hörmətini, öz dəyərini bilməyə bilər. Çünki ailədə valideynlər arasında hörmətsizlik görüb, insan yəni insana hörməti görməyib ailə daxilində. Ona görə də yəni o gələcəkdə öz hörmətini bilməyəcək və bundan da əlavə də insanlara hörmət eləmək bacarmayacaq. O söyləmək istədiklərimizi, övladlarımıza öyrətmək istədiklərimizi birinci özümüz əməl etməliyik. Yəni insan psixologiyasında belə bir şey var ki, insanlar sözlərdən, deyilənlərdən daha çox, yəni ki, edilən hərəkətlərə fikir verirlər və onlar təkrarlanmağa meyilli olurlar və xüsusən uşaqlar ailə daxilində valideynlərin elədiklərindən götürürlər. Əgər siz ailə daxilində birinci ana ata bir-birinə qarşı hörmət saxlasa, deyək ki, ev təmizliyində bir-birlərinə kömək eləsələr və ya bir anlaşmazlıq olanda o anlaşmazlığı əsəblə deyil də, o düzgün bir xarakterlə o anlaşmazlıq, o problem hər nədirsə onu həll eləmək bacarsalar, övladınız da ki, sizə oxşayacaq. Yəni siz övladınıza hər nə qədər desəz də ki, xanımlara, o qadınlara hörmət eləyir, onlar dəyərlidir, bizim baş tacımızdır. Bu sadəcə onlar onu eşidəcəklər. Amma əməl eləmələri üçün onların dediklərinizi dərk eləmələri lazımdır ki, o dərk eləmək üçün də onu sizdən, atalarından görməlidirlər. Belə olduqda sizin övladınız anasına da hörmət eləyəcək. Qaldı ki, övladın atasına hörmət eləməsi, o da anasının anasıdır. Anası, atası evdə olmayanda övladlarının atasını tərifləsə, atasının gördüyü zəhməti, yəni ki, zəhmətlə atasının işləməsini, ərizə çəkməsini, evinə gətirməsini və o gözəl bir ata olmasını təbliğ eləsən evdə və belə olan təqdirdə, yəni ki, övladlar atasına da hörmət edir. Burada sizə bildirmək istəyirəm ondan ibarətdir ki, övladlarınızı birinci növbədə tərbiyə üsulunu özünüzün davranışlarından aşılayın. Əgər sizlər evdə iki valideyn, ana, ata bir-birinizə hörmətlə, anlayışla, düzgün bir şəkildə, düzgün bir xarakterdə davranmayacaqsınızsa, əlbəttə övladınız sizin davranışlarınızı kopya edərək özünün gələcəyini onu yansıyacaq ki, bu da sizin övladınız gələcək ailəsinin artıq biraz zəif olması gətirəcəkdir ki, bunu heç birimiz istəmərik. Ondan əlavə, övladlarımızın yaxşılıq, meyilli olmasını, ehtiyacı olanlar yardım etməsini əgər öyrənməyini istəyirsinizsə, bu davranışı onların yanında sizlər eləməlisiniz. Elə bilməyin ki, valideyni demək deyil ki, övladımı bir səhv elədisə, bir nöqsan elədisə,
o tuturum, o döyüm, o vururum, o qışqırım, onu eləmə, o deyim. Yəni o belə hallarla övladınıza heç o tərbiyə o verə bilməyəcəksiniz. İncimin o məndən. O çünki bu tərbiyə üsulu o çox yanlışdır. İnsan o psixologiyasında əks həmlə var. Əgər siz övladınıza o desəz ki, o deyək ki, o bir səhv elədi, yəni onun üstünə o cumsaz o belə o deyə əsəbi halda, onu yəni ki, o qışqırsaz, onu vursaz, elə fikirləşməyin ki, o sizdən o qorxacaq və həmin o şeyi o bir daha eləməyəcək. Bu yanlış o bir fikirdir. Övladınız tam əksinə siz ona yəni ki, qışqırdığınız, onu vurduğunuz üçün onu elədiyi o səhv o yenidən eləyəcək. O da insan psixologiyası belədir. Əgər yox, siz o səhv eləyəndə övladınız, onun yanına o gəlsəniz, o desəz ki, o gör nə oldu? Deyək ki, o bir şeyi sındırıb da, gör nə oldu? Axı o yer o sındı, heyf oldu, o gözəllik, o gözəl bir, o deyək ki, vaza o sındırıb, o gözəl bir vazaydı, evə yaraşı o verirdi, və sən bunu sındırdın. Bu tip ifadələrlə ona yaxınlaşsaq, yəni o qışqırmadan, əsəbi olmadan, vurmadan, normal yaxınlaşsaq, o gözəl bir vazaydı, evə yaraşı o verirdi və sındırdın, o bu heyif oldu, amma eybi yox. Bundan sonra eləməməyin şərtini o gəl bunu bir yerdə yığışdıraq. O belə yanaşma eləsək və yığışdırma vasitələrini o gətirərək, onun o köməkliyi ilə, yəni ki, icazə versəz ki, o da sizə köməklik eləsin və onun o dəstəyi ilə, onun sındırdığı o qalıqlar o yerdə o təmizləsəz və aparsaq onu zibli atsaz, artıq inanır o sizi ki, övladınız o səhv eləməyəcək, onu sındırmayacaq. Çünki o artıq düzgün bir münasibət o görmüş olacaq o sizdən ki, və onu da artıq o təkrarlamayacaq. Amma ya üstün o cumsaz ki, ay, o belə, indi o valideynlər olurdu, onu indi videoda o söyləmək istəmirəm. Əsəblərindən biraz təhqir, o yaxın ifadələr də istifadə edirlər. O cumsaz, onlar o desəz, o vursaz, həm övladınız o biraz o tərbiyə üsulu mənfi o gedəcək o sözləri eşitdiyi üçün, həm də ki, o elədiyini, o sındırdığını o yenə sındıracaq. Çünki artıq orada öyrəncəli olacaq da, sındır amma vurur da, hə, quzun qurtardı getdi. Amma sındırdığını ona izah eləsəz və onun da yardımı ilə onu yığışdırsaz, artıq o da anlayacaq ki, onu eləməmək lazımdır və o səhvi bir daha eləməyəcək. Ondan sonra övladların o məktəbdə, xüsusən də 6-cı o sinif o qədər olan o dönəmlərindən söhbət eləmək istəyirəm ki, o deyək ki, övladınız məktəbdə o bir zeyf, bir o qiymət alıb, 2-3 alıb. Bunu əlbəttə ki, hər valideyn olaraq əsəbləşmək olur, yəni haqqınızdır. Yəni ki, istəyirsiniz ki, övladınız yəni yüksək bir qiymətlər alsın. Ancaq bir şeydən burada nəzərə almaq o lazımdır ki, övladınız o sizin bir robot o deyil, o bir insandır. Onun marağı olduğu sahələr olduğu o qədər zəhləsi o getdiyi sahələr ola bilər ki, bu valideynlər olaraq o bizlərin də hər birinin uşaqlığında bu olmuş bir hadisədir. Həyatımız o boyu, o biz məktəbdə oxuyanda bütün fənlər sevməmiş. Yəni ki, o şəxsən mən ədəbiyyatı xoşlamamışım, heç vaxt. Yəni ki, o bir şeir əzbərləməmişəm və həmişə də o zəif qiymət almışım. O demək istəyirəm ondan ibarətdir ki, övladınızın zəif qiymət aldığı o fənləri incələyin. Övladınızı o yaxşı, o qiymət aldığı o fənləri də incələyin. Bundan əlavə, övladınızın o deyək, o məktəbdən əlavə həvəsinin, onun yəni marağının olduğu o sahəni də incələyin. Yəni ki, o tapın ki, bu incələmə nəticəsində analiz edin və tapın ki, övladınızın həyatda o nəyə həvəsi var? Övladınızın həyatda hansı sahəyə marağı var? Övladınızın həyatda hansı sahə istedadı var? Yəni ki, bunu o kəşf eləyin. O bilirsiniz, bu həyat məktəbdən ibarət o deyil. Yəni ki, o bir insan məktəbdə zəif oxuya o bilər. Ancaq onun fərqli bir o sahədə, o dünya, o şöhrətli belə ola bilər. Yəni, övladınızı ancaq məktəb oxumalısan, hazırlaşmalısan, instituta daxil olmalısan və mən dedim, o sahədə işə girməlisən. Bu tip bir psixologiya övladınızı sadəcə olaraq
O deyək ki, o quşun o qanadlarını o qırırsınız və onu o qəfəsə o daxil edirsiniz və ömür o qəfəs, o yeyib, o yatmaq onu məhkum edirsiniz. Amma halbuki o quş yəni qanadlarını istifadə edərək bütün o dünyanı vurranmağa o qadirdir. Bax elə övladınıza o bunu eləyirsiniz. Yəni onu ancaq o siz istədiyiniz o sahədə oxutdurmaqla o zəif oxuduqda üstünə o cummaqla, əsəbləşməklə və yaxşı oxuduqda onu mükafat verməklə onu o bir sistem oturturursunuz və o öz xəyallarını artıq unudur. Ola bilər ki, sizin övladınız o məktəbdə zəifdir, amma yəni ki, əgər ona siz bir o şərait o yaratsa, o dünya o şöhrətli o bir rəssam ola bilər. Yəni o dünya o şöhrətli o bir aktyor ola bilər. Yəni Einstein də məktəbdə zəif oxuyub. Ancaq Nobel mükafatı alıb. O bir dənə fizika və riyaziyyatdan yaxşı olub ki, və sonunda da o sahədə Nobel mükafatı alıb. O demək, amma Einstein o digər bütün sahələrdən ki, zəif olub. Yəni ki, sıfır qiymətlər alıb. Amma ki, o bir dəqiq Einstein o dünyaya öz adını o yazdırıb. Yəni o demək istədiyim ona ibarətdir ki, əziz valideynlər, övladlarınızı yəni ki, sırf məktəb yaxşı oxusun, hazırlarsın, yüksək bal toplasın və sizin istədiyiniz o deyək o qohum əqrabadır, mənim övladım falan instituta daxil oldu, o deyib, yəni ki, qürrələnəcək o bir instituta daxil olsun, yəni ki, psixologiyasından yaşamayın. Yəni ki, o qohumdur, əqrabadır, o bir müddətdir. Ancaq o siz övladınızın o gələcəyini əgər məhv eləsəz, o bütün ömrü o boyu onu öz üzərində o daşıyacaq. Yəni ki, o bu səhv eləməyin, övladınızın həvəsi olan o sahəyə, o marağı olan o bir sahəyə onu yönəldin. O qoyun o sahədə irəliləsin, o sahədə inkişaf eləsin, o sahədə o getsin və uğurlu və başarılı olsun. Bu valideynlərin ən vacib bir öhdəliyidir ki, və çox zaman bunu unudurlar. Videonun sonunda o sizi ən mühüm o sayılacaq o digər bir amil o çatdırmaq istəyirəm ki, əziz valideynlər. Yəni xüsusən ki, qız valideynlər, ki, qız övladı olan valideynlər. Öz qızınıza hədiyyələr alın. Əsas atalara o sözüm ondan ibarətdir ki, özən ki, qızınıza hədiyyə alın. Öz qızınıza yəni ki, zinət əşyaları alın və xüsusən də öz qızınıza bir gül alın. Hədiyyələr eləyin. Yəni sırf o demək, o deyir ki, ad günündə olsun. Adi o bir günlərdə eləyin. Onu eləyin ki, həmin o qız övladı o sevgini yəni ki, o birinci atasından o görsün. Zinət əşyasını, hədiyyəsini o birinci atasından o görsün. O bu gül hədiyyəsini o birinci atasından o görsün ki, o bir yaşı o dolduqda o sevgiyə o möhtac olmasın. Artıq o sevgi o tox olsun ki və həyatında ailə o qurmağı o düzgün bir seçim eləyə bilsin. Hər gül alanına, hər zinət əşyası hədiyyə eləyənə öz o könlünü o verməsin və səhv bir qərar verməsin. Bu doğrudur. O bir ata olaraq ki, qızınızın yanında olacaqsınız. Ancaq hədiyyələr alın, o gül alın, xüsusən də ki, öz o qızınıza hədiyyə edin ki, qoy o sevgi ac olmasın, o yəni ki, qızınıza. Onu demək istəyirəm ki, xüsusən də bu qız övladlarına o diqqət yetirin ki, onlar bir mələkdir. Onlar bir evin zinətidir. Onları yəni ki, əl üstündə o saxlamaq, əzizləmək lazımdır və bu hər birimizin o borcudur. Əzizləyəcək, videonun sonuna gəldik. Bu videoda sizlərə mən nələri o çatdırmaq istədim. O birinci onu o demək istədim ki, övladınıza 1000 kərə o sözlə öyrüd verməkdənsə, o bir kərə hərəkətinizlə, öz davranışınızla öyrüd verin ki, və bu daha mükəmməl bir o tərbiyə üsuludur. İkinci ondan o danışdıq ki, övladınız o bir səhv etdiyi, onun üzərində o qaçıb əsəbləşməkdənsə, normal vəziyyəti izah edin və təmizlik işlərində də onun sizə yardım etməsini icazə verin. Üçüncü olaraq ondan söhbət elədik ki, övladınızın məktəbdə, institutda sizin verdiyiniz o bir yol üzrə irəliləməkdənsə, özünün həvəsi hansı o sahədə irəliləməyini icazə verin və onun sonuna qədər dəstəkləyin. Dördüncü olaraq onu siz çatdırdım ki, xüsusən də bu qız övladlarına hədiyyələr və o güllər alın ki, o sevgini o birinci atasından o görsün ki, o sevgi o acı olmasın. O sevginin artıq o yaşamış olsun öz uşaqlıq yaşlarında.
Əgər videonu bəyəndinizsə, ümidvaram ki, o sizə o çox böyük tövsiyələr verdi. O çox böyük bir o qatqılar o verdi. Xüsusən də valideynlərə sözlərim yəqin ki, anlaşılan oldu. Əgər video haqqında o bir sualınız əgər olarsa və ya o başqa bir müzakirə etmək istədiyiniz o bir mövzu olarsa, video yorumlarında, müzakirələrdə sizdən gözləyirəm. Hər birinizin yorumunu müzakirəsində cavablandıracağam.